Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün qəşəng qışa hazırlıq eləyirəm, ağ gilas mürəbbəsi hazırlayıram, sizinlə də bölüşürəm. Gilası deməli aldıq, gətirdik evə, tərtəmiz yuduq, təmiz, onun qəşəng tumunu çıxardırıq. Adi şpilka ilə, baş şpilkası ilə. Bax, göstərirəm nətərdir. Və necə çıxartsan, çoxları bilir, indi bilməyən də var. Bilən də var, çox şeyləri bilən də var, bilməyən də var. Vallahi elə yaşlı adamlar mən tanıyıram, heç ezinə bilmir. Yəni, hazırlaya bilmir, deyir bilmirəm. Adi reseptin soruşur ki, məsələn, 1 kiloqram meyvəyə mən neçə kiloqram şəkər tozu əlavə edeyim. Qəşəng hamısını çıxardıram tumu, elədikcə də ara-ara şəkər tozun səpirəm, qat-qat, qalır səhərə. Səhər öz suyunu buraxır. Qəşəng qoyuram, əvvəl vamxodda, ondan iti xodda qaynadıram. Biraz belə qaynayır, qəşəng gür xodda. Ümumiyyətlə, mürəbbəni gürxodda bişirirsən ki, tez mətə düşsün, tez başa gəlsin. Belə söndürürəm, qalır. Bax, gördüyünüz vəziyyətdə qalır. 1 saat, 2 saat, 3 saat qalandan sonra bütün o suyun buraxır. Yoxsa belə bir dəfəyə bişirirsən, görürsən məti qəşəngdə, əladır, sonra biraz keçir, görürsən duruldu mürəbbə. Ona görə də bütün mürəbbələri gözləyə-gözləyə bişirməlisən ki, həmin o suyu çıxmalıdır. Qaynadıram, elə biraz elə yan üzərində olan şey eləyirəm. Özə bax, görürsünüz, ən axırıncı iti xodda bişirirəm. Belə sonra da yəni şey eləyirəm ki, daşmasın. Zəif xod eləsiniz, rəngi qaralacaq, gecmətə düşəcək. Qəşəng bir dənə də limonu xırda-xırda doğrayıram. Əlavə eləyirəm, o limon ona həm ətri verir, ağ gilas belə dadsız, qoxusuz, şirin bir meyvədir. Limon ona həm dad verir, həm əgər çox tökmüsənsə, ola bilər ya çox qaynayır, ya şəkər tozunu çox tökürsən, xarlana bilər. O xarlamağı qoymur, həm də dadın, ətrin gözəl eləyir. Ağ gilas, yenə deyirəm, adi, şirin, elə belə dadsız, qoxusuz meyvədir. Sonra onu salfetka ilə qəşəng tərtəmiz, onu təmiz yığıram üzərindəki, yığıram qablara. Siz də bişirdiyinizi sağ-salamat yeyəsiniz, hazırladığınızı qışa sağ-salamat yeyəsiniz inşallah. Saf canla, şirin ağızla, biz də sizlə bahəm. Çox gözəl, qəşəng, rəngi gözəl, qatılığı, şambalı kimi inanırsa, mən duru xoşlamıram. Mürəbbəni duru heç xoşlamıram. Bax, belə, əriyi də belə bişirirəm, şəftəlini də. Gilası da həm gözəl, göyçək, həm qatı, dadlı, ləzzətli. Sağ olun, sağlıqla qalın. Gəl.